Oğlaq bürcü 12 aprel 2026 Oğlaq bürcünün günlük proqnozu. Bugün oğlaqlar üçün daha çox sakitlik və tələsmədən hərəkət etmək ön plana çıxır. Günün əvvəlindən etibarən hadisələr bir qədər yavaş inkişaf edə bilər və bu, səni biraz səbirsizləşdirə bilər. Amma unutma ki, hər şeyin öz zamanı var, addımlarını düşünərək atmaq və hər şeyi bir anda həll etməyə çalışmamaq gününü daha rahat və problemsiz edəcək. Gün ərzində bəzi planlarda kiçik dəyişikliklər ola bilər. Bu dəyişikliklər əvvəlcə səni çaşdırsa da, sonradan daha uyğun istiqamətə yönəldiyini görə bilərsən. Ona görə də çox sıx şəkildə bir plana bağlı qalmaq əvəzinə biraz çevik olmaq faydalı olacaq. Özünü axına buraxmaq bəzən düşündüyündən daha yaxşı nəticələr verə bilər. İnsanlarla münasibətlərdə sakit və anlayışlı yanaşmaq xüsusi rol oynayır. Kiminsə sözləri və ya davranışı səni incitsə belə dərhal reaksiya vermək əvəzinə biraz düşünmək daha doğru olar. Açıq və səmimi söhbətlər bir çox anlaşılmazlığı aradan qaldıra bilər. Yaxın çevrəndən alacağın dəstək və diqqət isə sənə əlavə güc verəcək və özünü daha rahat hiss etməyinə kömək edəcək. Bugün eyni zamanda öz daxili dünyana yönəlmək üçün də əlverişlidir. Biraz tək qalmaq, fikirlərini toplamaq və nə istədiyini anlamağa çalışmaq sənə yaxşı təsir edəcək. Keçmişdə səni narahat edən bəzi mövzuları artıq geridə qoymaq istəyi yarana bilər. Bu addımı atmaq sənə yüngüllük və rahatlıq hissi gətirəcək. Günün ümumi enerjisi sakit və balanslıdır. Öz tempini qorumaq, özünü çox yükləməmək və kiçik şeylərdən zövq almağa çalışmaq gününü daha xoş edəcək. Hər şeyin birdən-birə deyil, zamanla yerinə oturduğunu görəcəksən. Bugünün mesajı, tələsmən öz ritmini qoruyaraq irəlilə və həyatın gətirdiklərinə biraz daha rahat yanaş. Dolça bürcü 12 aprel 2026 Dolça bürcünün günlük proqnozu. Bugün dolçalar üçün biraz dəyişkən, amma maraqlı enerjilər gətirə bilər. Günün əvvəlində bəzi işlər gözlədiyin kimi getməyə bilər və bu, səni qısa müddətlik narahat edə bilər. Amma gün irəlilədikcə vəziyyətlərin yavaş-yavaş düzəldiyini görəcəksən. Əsas odur ki, hər şeyə həddindən artıq ciddi yanaşmayasan və biraz rahat qalmağı bacarasan. Gün ərzində qəfil fikirlər və yeni yanaşmalar diqqətini çəkə bilər. Bəzi mövzulara fərqli tərəfdən baxmaq sənə yaxşı təsir edəcək. Əvvəllər fərq etmədiyin detalları indi daha aydın görə bilərsən. Bu da bəzi qərarlarını yenidən gözdən keçirməyə səbəb ola bilər. İnsanlarla münasibətlərdə səmimiyyət ön plana çıxır. Dostlarla və yaxın insanlarla edilən söhbətlər səni ruhlandıracaq. Kimləsə ürəkdən danışmaq, içindəkiləri bölüşmək sənə yüngüllük hissi verə bilər. Eyni zamanda qarşı tərəfi dinləmək də münasibətləri daha da gücləndirəcək. Bugün biraz özünə vaxt ayırmaq da vacibdir. Daim hərəkətdə olmaq əvəzinə qısa fasilələr vermək və zehnini dincəltmək sənə daha yaxşı təsir edəcək. Bəzən sadəcə dayanıb ətrafda baş verənləri izləmək belə sənə yeni düşüncələr qazandıra bilər. Günün ümumi axarı bir qədər dəyişkən olsa da, sonda öz yerini tapır. Əsas məsələ özünü sıxmamaq və hər şeyi olduğu kimi qəbul etməyi bacarmaqdır. Bugünün mesajı, hər şeyə nəzarət etməyə çalışman, bəzən gözlənilməz olanlar ən yaxşı nəticəni gətirir. Balıq bürcü 12 aprel 2026 Balıq bürcünün günlük proqnozu. Bugün balıqlar üçün hisslər daha dərin və bir qədər dalğalı ola bilər. Ətrafında baş verən hadisələrə qarşı daha həssas yanaşa bilərsən və bu da səni bəzən yorğun hiss etdirə bilər. Günə sakit başlamaq, özünü çox yükləməmək və kiçik şeylərə görə narahat olmamaq sənə yaxşı təsir edəcək. Hər şeyi ürəyinə salmaq əvəzinə biraz məsafə saxlamaq daxili rahatlığını qorumağa kömək edəcək. Gün ərzində iç səsin xüsusilə güclü olacaq. Bəzi məsələlərdə nə etməli olduğunu sanki hiss edərək anlayacaqsan. Çox düşünmək və hər detalı analiz etmək əvəzinə ürəyindən gələnə qulaq asmaq daha doğru seçim ola bilər. Qarşına çıxan kiçik işarələr və təsadüflər belə sənə müəyyən istiqamət verə bilər. İnsanlarla münasibətlərdə isə qayğıkeş və anlayışlı tərəfin daha çox ön plana çıxacaq. Yaxınlarının hisslərini anlamaq və onlara dəstək olmaq istəyəcəksən. Sənin bu yanaşman münasibətləri daha da istiləşdirəcək.
Amma burada bir məqama diqqət yetirmək vacibdir. Başqalarına kömək edərkən özünü unutma. Öz sərhədlərini qorumaq və lazım gəldikdə yox deməyi bacarmaq bugün sənin üçün önəmlidir. Bugün biraz tək qalmaq və sakitlik tapmaq da sənə çox yaxşı təsir edəcək. Sevdiyin bir musiqini dinləmək, qısa gəzinti etmək və ya sadəcə sakit bir mühitdə düşüncələrini toplamaq enerjini bərpa edəcək. Keçmişlə bağlı bəzi xatirələr və ya yarımçıq qalan hisslər yenidən üzə çıxa bilər. Onlara çox bağlanmadan sadəcə qəbul edib buraxmaq sənə yüngüllük hissi verəcək. Günün ümumi enerjisi sakit, amma emosional baxımdan zəngindir. Özünə qarşı daha yumşaq davranmaq, öz ehtiyaclarını görməzlikdən gəlməmək və daxili balansını qorumaq gününü daha rahat edəcək. Kiçik şeylərdən zövq almağa çalışsan, günün daha xoş keçdiyini hiss edəcəksən. Bugünün mesajı: hisslərinə güvən, amma özünü qorumağı unutma və hər şeyə biraz daha yüngül yanaş. Qoç bürcü 12 aprel 2026 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün enerji yüksək olsa da, onu düzgün istiqamətə yönəltmək vacib olacaq. Günün əvvəlində hər şeyi tez həll etmək istəyi yarana bilər, amma tələsmək bəzi xırda səhvlərə səbəb ola bilər. Ona görə də biraz dayanıb düşünmək, sonra hərəkətə keçmək daha yaxşı nəticə verəcək. Səbirli olmaq bugün sənin ən güclü tərəfinə çevrilə bilər. Gün ərzində gözlənilməz vəziyyətlər yarana bilər. Planladığın bəzi işlər istədiyin kimi getməsə də, bu səni ruhdan salmasın. Əksinə, bu dəyişikliklər yeni imkanların qapısını aça bilər. Biraz çevik olmaq və vəziyyətə uyğunlaşmaq sənə üstünlük qazandıracaq. İnsanlarla münasibətlərdə isə bir qədər diqqətli olmaq tövsiyə olunur. Sözlərini düşünərək demək və qarşı tərəfin hisslərini nəzərə almaq vacibdir. Ani reaksiyalar və tələsik deyilən sözlər sonradan peşmanlıq yarada bilər. Sakit və aydın ünsiyyət isə münasibətləri daha sağlam istiqamətə aparacaq. Bugün fiziki və zehni enerjin yüksəkdir, amma onu düzgün bölüşdürmək lazımdır. Özünü həddindən artıq yormamaq və qısa fasilələr vermək günün sonuna qədər gücünü qorumağa kömək edəcək. Axşam saatlarında isə biraz dincəlmək və özünə vaxt ayırmaq sənə yaxşı təsir edəcək. Günün ümumi axarı hərəkətli və bir qədər dəyişkəndir. Əsas məsələ enerjini idarə etmək və tələskən qərarlardan uzaq durmaqdır. Bugünün mesajı: enerjini düzgün yönəlt, tələsmə və hər addımını düşünərək at. Boğa bürcü 12 aprel 2026 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sabitlik və rahatlıq axtarışı ön planda olacaq. Özünü təhlükəsiz və sakit hiss etdiyin mühitdə olmaq istəyi arta bilər. Günün əvvəlində hər şey planlı şəkildə getsə də, sonradan kiçik dəyişikliklər ortaya çıxa bilər. Bu dəyişikliklərə çox sərt reaksiya verməmək və biraz uyğunlaşmaq gününü daha rahat edəcək. Gün ərzində bəzi mövzularda qərar vermək lazım gələ bilər. Adətən tələsməyi sevməsəndən bugün çox gecikdirmək də işləri uzada bilər. Daxilində bir tərəddüd hiss etsən belə, sadə və aydın olanı seçmək sənə kömək edəcək. Özünə güvənmək və qərarlarının arxasında durmaq vacibdir. İnsanlarla münasibətlərdə isə səmimiyyət və istilik ön plana çıxır. Yaxınlarınla keçirilən vaxt sənə yaxşı təsir edəcək. Kiçik jestlər, xoş sözlər münasibətləri daha da gücləndirə bilər. Eyni zamanda səni narahat edən bir mövzu varsa, bunu içində saxlamaq əvəzinə sakit şəkildə ifadə etmək daha doğru olar. Bugün biraz rahatlıq və zövq almaq istəyi də arta bilər. Sevdiyin yeməklər, musiqi və ya sadə bir istirahət anı səni ruhən yüngülləşdirəcək. Özünə kiçik xoşluqlar yaratmaq günün ümumi enerjisini daha da müsbət edəcək. Günün ümumi axarı sakit və balanslıdır. Öz ritmini qorumaq, tələsməmək və kiçik şeylərdən zövq almaq sənə daha çox rahatlıq gətirəcək. Bugünün mesajı: sadəliyin dəyərini bil, özünə güvən və dəyişikliklərə yumşaq yanaş. Əkizlər bürcü 12 aprel 2026 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün hərəkətli və ünsiyyətlə dolu bir gün ola bilər. Söhbətlər, xəbərlər və yeni məlumatlar diqqətini çəkəcək.
Günün əvvəlindən etibarən bir neçə fərqli mövzu ilə maraqlana bilər, eyni anda bir neçə işi görmək istəyinə düşə bilərsən. Amma hər şeyi birdən etməyə çalışmaq səni biraz yorarsa, prioritetlərini müəyyənləşdirmək faydalı olacaq. Gün ərzində maraqlı tanışlıqlar və ya gözlənilməz söhbətlər baş verə bilər. Kimsə ilə edilən qısa bir danışıq belə sənə yeni fikir verə bilər. Özünü açıq ifadə etmək və qarşı tərəfi diqqətlə dinləmək münasibətlərdə müsbət təsir yaradacaq. Səmimi ünsiyyət sayəsində həm iş, həm də şəxsi mövzularda irəliləyiş əldə etmək mümkündür. Bugün fikirlərin tez-tez dəyişə bilər. Bir mövzuya qərar verib, az sonra başqa cür düşünmək istəyə bilərsən. Bu, normaldır, amma vacib qərarlarda biraz dayanıb düşünmək yaxşı olar. Tələskənlik sonradan tərəddüd yarada bilər. Gün ərzində qısa gəzintilər, kiçik dəyişikliklər və ya fərqli mühitdə olmaq sənə yaxşı təsir edəcək. Rutindən çıxmaq və yeni şeylər görmək enerjini artıracaq. Eyni zamanda günün sonuna doğru biraz sakitləşmək və beynini dincəltmək də vacibdir. Günün ümumi axarı canlı və dəyişkəndir. Özünü çox yükləmədən anın içində qalmağa çalışsan, günü daha rahat və maraqlı keçirə bilərsən. Bugünün mesajı: dinlən, öyrən və tələsmədən qərar ver. Hər fikir dərhal həyata keçirilməli deyil. Xərçəng bürcü 12 aprel 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün daha çox hisslər və daxili rahatlıq ön plana çıxır. Ətrafında baş verənlərə qarşı daha həssas ola bilərsən və bu, bəzi məqamlarda səni düşüncələrə sala bilər. Günə sakit başlamaq, özünü çox yükləməmək və kiçik şeylərə görə narahat olmamaq sənə yaxşı təsir edəcək. Özünü qorumaq və daxili balansını saxlamaq bugün xüsusilə vacibdir. Gün ərzində ailə və yaxın insanlarla bağlı mövzular diqqətini çəkə bilər. Onlarla ünsiyyət qurmaq, hal-əhval tutmaq və birlikdə vaxt keçirmək sənə rahatlıq verəcək. Əgər arada anlaşılmazlıq yaranarsa, bunu sakit və anlayışlı şəkildə həll etmək mümkündür. Səmimi və ürəkdən edilən söhbətlər münasibətləri daha da möhkəmləndirəcək. Bugün keçmişlə bağlı bəzi xatirələr yada düşə bilər. Bu xatirələr səni biraz kövrəltsə də, eyni zamanda bəzi şeyləri daha yaxşı anlamağa kömək edəcək. Keçmişi çox düşünmək əvəzinə ondan dərs götürüb irəli baxmaq daha faydalı olar. Özünü yüngülləşdirmək üçün bəzi mövzuları artıq buraxmaq vaxtı gəlib çatmış ola bilər. Gün ərzində biraz tək qalmaq və sakit mühitdə olmaq ehtiyacı hiss edə bilərsən. Sevdiyin bir məşğuliyyətlə vaxt keçirmək, musiqi dinləmək və ya sadəcə dincəlmək sənə yaxşı təsir edəcək. Özünə qayğı göstərmək və ehtiyaclarını nəzərə almaq günün keyfiyyətini artıracaq. Günün ümumi axarı sakit və bir qədər emosionaldır. Özünə qarşı anlayışlı olmaq, hisslərini qəbul etmək və hər şeyə biraz daha yumşaq yanaşmaq sənə rahatlıq gətirəcək. Bugünün mesajı: hisslərini qəbul et, amma onlara qapılıb qalma. Özünü qorumaq da ən az hiss etmək qədər vacibdir. Şir bürcü 12 aprel 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün diqqət mərkəzində olmaq istəyi biraz daha güclü ola bilər. Ətrafında baş verənlərə daha həssas reaksiya verə bilər və öz fikrinin qəbul olunmasını istəyə bilərsən. Amma günün enerjisi göstərir ki, hər şeyi dərhal sübut etməyə çalışmaq əvəzinə biraz sakit qalmaq daha yaxşı nəticə verəcək. Gün ərzində planlarda kiçik dəyişikliklər və ya gözlənilməz vəziyyətlər yarana bilər. Bu dəyişikliklər səni əvvəlcə biraz narahat etsə də, sonradan işlərin daha yaxşı istiqamətə getdiyini görə bilərsən. Çevik davranmaq və hər şeyi nəzarətdə saxlamağa çox çalışmamaq gününü asanlaşdıracaq. İnsanlarla münasibətlərdə isə qürur və həssaslıq biraz ön plana çıxa bilər. Sözlərin və reaksiyaların qarşı tərəfdə necə təsir buraxdığını nəzərə almaq vacibdir. Açıq və sakit ünsiyyət bir çox anlaşılmazlığın qarşısını ala bilər. Yaxın insanların dəstəyi isə sənə özünü daha güvənli hiss etdirəcək. Bugün özünü ifadə etmək, yaradıcı fikirlərini ortaya qoymaq üçün də yaxşı bir zamandır. İçində olan enerjini düzgün yönləndirsən, həm ruhun rahatlaşa, həm də yeni ideyalar əldə edə bilərsən. Amma özünü həddindən artıq yormamaq da önəmlidir. Günün ümumi axarı biraz dəyişkən olsa da, sonda tarazlığa gəlir. Sakitliklə hərəkət etmək və hər şeyi biraz daha yumşaq qəbul etmək sənə yaxşı təsir edəcək.
Bugünün mesajı: öz gücünə inan, amma hər vəziyyətdə yumşaqlığı da unutma. Qız bürcü 12 aprel 2026 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün günün ritmi biraz dəyişkən ola bilər və hər şeyi planladığın kimi saxlamaq asan olmayacaq. Kiçik gecikmələr və ya gözlənilməz detallar səni biraz düşündürə bilər, amma bunlar ümumi axarı pozacaq səviyyədə deyil. Sadəcə hər şeyi biraz daha rahat qəbul etmək gününü daha yüngül edəcək. Gün ərzində diqqətin xırda detallara çox yönələ bilər. Hər şeyi qaydasında görmək istəyi artsa da, bəzən buraxmaq və axına uyğunlaşmaq daha yaxşı nəticə verə bilər. Özünü çox sıxmadan mərhələ-mərhələ irəliləmək sənə daha çox rahatlıq gətirəcək. İnsanlarla münasibətlərdə isə sakit və aydın danışıq ön plana çıxır. Bəzi mövzularda hər şeyi izah etmək ehtiyacı hiss edə bilərsən, amma qarşı tərəfi də dinləmək vacibdir. Kiçik anlaşılmazlıqları böyütmədən həll etmək bugün daha asan olacaq. Yaxın çevrəndən gələn xoş sözlər sənə yaxşı təsir edəcək. Bugün biraz geri çəkilib düşünmək, özünü toparlamaq və gündəlik gərginlikdən uzaqlaşmaq istəyə bilərsən. Qısa fasilələr vermək və sevdiyin sakit məşğuliyyətlərə vaxt ayırmaq sənə yaxşı gələcək. Özünü çox yükləməmək günün sonunda daha rahat hiss etməyinə kömək edəcək. Günün ümumi axarı sakit və bir qədər dəyişkəndir. Kiçik şeylərə çox ilişmədən daha geniş baxışla yanaşmaq sənə rahatlıq verəcək. Bugünün mesajı: hər şeyi mükəmməl etməyə çalışma, bəzən sadəcə axına güvənmək kifayətdir. Tərəzi bürcü 12 aprel 2026 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün daha çox balans və daxili rahatlıq axtarışı ön plana çıxır. Ətrafında baş verən kiçik dəyişikliklər səni biraz düşündürə bilər, amma ümumi axar o qədər də çətin deyil. Sadəcə hər şeyə dərhal reaksiya vermək əvəzinə biraz gözləmək və vəziyyəti kənardan izləmək sənə daha aydın baxış verəcək. Gün ərzində qərarsızlıq hissi arada baş qaldıra bilər. Bir neçə seçim arasında qalmaq və hansının daha doğru olduğunu düşünmək səni biraz yora bilər. Amma tələsmədən, özünü sıxmadan addım-addım düşünmək daha düzgün nəticə verəcək. Kiçik detallara ilişmək əvəzinə ümumi mənzərəyə baxmaq faydalıdır. İnsanlarla münasibətlərdə isə yumşaqlıq və anlayış ön plana çıxır. Sakit danışıq və qarşı tərəfi dinləmək bir çox gərginliyi aradan qaldıra bilər. Bugün kiminsə sənə ehtiyacı ola bilər və sənin sakit yanaşman ona yaxşı təsir edəcək. Eyni zamanda öz hisslərini də gizlətməmək münasibətləri daha səmimi edəcək. Gün ərzində biraz estetik, rahat və xoş mühitlərdə olmaq sənə yaxşı təsir edəcək. Gəzinti, musiqi və ya sadə bir istirahət anı belə fikirlərini yüngülləşdirə bilər. Özünü çox yükləməmək və kiçik zövqlərə yer vermək günün enerjisini müsbət saxlayacaq. Günün ümumi axarı sakit və tarazlıdır. Hər şeyi nəzarətdə saxlamağa çalışmaq əvəzinə biraz axına güvənmək sənə daha çox rahatlıq gətirəcək. Bugünün mesajı: tələsmə, seçimlərinə vaxt ver və daxili tarazlığını qorumağa çalış. Əqrəb bürcü 12 aprel 2026 Əqrəb bürcünün günlük proqnozu. Bugün əqrəblər üçün daha çox daxili güc və dərin düşüncələr ön plana çıxır. Ətrafında baş verən hadisələrə qarşı həmişəkindən biraz daha həssas yanaşa bilərsən. Amma bu həssaslıq səni zəiflətmək əvəzinə bəzi şeyləri daha aydın görməyə kömək edə bilər. Sadəcə hər şeyi içində saxlamamaq və hisslərini biraz yüngülləşdirmək vacibdir. Gün ərzində bəzi situasiyalar səni düşünməyə vadar edə bilər. Kiminsə davranışı və ya gözlənilməz bir xəbər fikirlərini dəyişə bilər. Bu zaman tələsmədən qərar vermək, biraz uzaqdan baxmaq sənə daha düzgün yol göstərəcək. Hər şeyi dərhal həll etməyə çalışma, çünki zamanla bəzi məsələlər özü yerini tapacaq. İnsanlarla münasibətlərdə isə bir qədər ehtiyatlı və seçici yanaşma ola bilər. Hər kəsə hər şeyi demək istəməyə bilərsən, amma yaxın bildiyin insanlarla səmimi danışmaq sənə yaxşı təsir edəcək. Kiçik anlaşılmazlıqları böyütmədən həll etmək bugün daha asandır. Sakit ton münasibətlərdə gərginliyi azaldacaq.
Bugün biraz tək qalmaq, düşüncələrini toplamaq və özünlə baş-başa qalmaq ehtiyacı yarana bilər. Bu zaman səni narahat edən şeyləri daha aydın görə bilərsən. Daxilində saxladığın bəzi hissləri buraxmaq sənə yüngüllük gətirəcək və irəliləməyini asanlaşdıracaq. Günün ümumi axarı sakit, amma dərin düşüncələrlə doludur. Özünü çox sıxmadan hər şeyi biraz daha sadə qəbul etməyə çalışmaq sənə rahatlıq verəcək. Bugünün mesajı: hisslərini gizlətmən, amma onlara da tam qapılma. Balansı tapmaq bugün ən vacib şeydir. Oxatan bürcü. 12 aprel 2026 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün daha açıq və hərəkətli bir enerji hiss oluna bilər. Günün əvvəlindən etibarən yeni planlar qurmaq və fərqli şeylər etmək istəyi arta bilər. Amma hər şeyi bir anda həyata keçirməyə çalışmaq səni biraz yora bilər, ona görə addımlarını biraz daha ölçülü atmaq yaxşı olacaq. Gün ərzində gözlənilməz xəbərlər və ya yeni ideyalar diqqətini çəkə bilər. Bu fikirlər sənə motivasiya versə də, hər birini dərhal reallaşdırmağa tələsməmək vacibdir. Biraz vaxt vermək və nəyin daha uyğun olduğunu düşünmək daha yaxşı nəticə gətirəcək. Çevik olmaq isə sənə üstünlük qazandıracaq. İnsanlarla münasibətlərdə səmimiyyət və açıq ünsiyyət ön plana çıxır. Dostlarla və yaxın insanlarla edilən söhbətlər sənə enerji verə bilər. Eyni zamanda fikirlərini açıq şəkildə ifadə etmək münasibətləri daha da gücləndirəcək. Amma bəzən sözlərini biraz yumşaltmaq da faydalı olacaq. Bugün hərəkət, dəyişiklik və yeni təcrübələrə açıq olmaq sənə yaxşı təsir edəcək. Qısa gəzintilər və ya fərqli mühitlərdə olmaq fikrini təzələyə bilər. Günün sonunda isə biraz sakitləşmək və dincəlmək enerjini bərpa etməyə kömək edəcək. Günün ümumi axarı canlı və ümidvericidir. Özünü çox məhdudlaşdırmadan, amma dağınıq da olmadan irəliləmək sənə daha yaxşı nəticələr verəcək. Bugünün mesajı: addımlarını öz ritminə uyğun at, tələsmədən seçdiyin yol səni daha sabit və rahat nəticəyə aparacaq.